Meyitdən orqan köçürülməsi Azərbaycan səhiyyəsi üçün mühüm hadisədir. Yaxın müddətdə meyitdən orqan transplantasiyası daha da sürətlənəcək. Meyitdən də ilk dəfə orqanların alınması və meyitdən alınmış orqanların transplantasiya olunması da məhz bizim ölkəmizdə, regionda ilk dəfə həyata keçirildi. Artıq 500-dən çox insanımız sağlığında orqanlarını bağışlaması mövzusunda öz bəyanlarını bildirmişdilər və bu günə daxil olmaq şərtlə artıq 6 meyitdən orqanlar bağışlanılıb və onlardan alınan orqanlar qaraciyər, böyrəklər, gözün buynuz qışası kimi vacib orqanlar transplantasiya olunub. Bu il ölkədə ümumilikdə 305 nəfərə orqan nəql edilib. Meyitdən ilk dəfə qaraciyər köçürülən Mənzər Şərifova əməliyyatdan sonra həyatının tamamilə dəyişdiyini deyir. Özümü pis hiss eləyirdim. Əməliyyata girməmişdim qabaq. Halsızlıqlar, ürək bulanma, qusma, qan qaytarmaq falan. Amma indi çox gözəl, yaxşıyam. Allah rəhmət eləsin onu. Ona çox minnətdaram. Ailəsinə də minnətdaram ki, mən yaşayıram bu saat. Böyrək çatışmazlığından əziyyət çəkən Fuad Nuriyev isə 8 il dializ müalicəsinə gedib. Dializdən sonra gözləri zəifləməyə başlayıb. Mirzəlal doktordan zəng gəldi, bəs açdım, dedi sənə donor bağışlanıb. Gecə ilə analizlər olundu, böyrək sabah günü köçürüldü. Daha özümü yaxşı hiss etməyə başladım. Məncə insanlar öz sağ ikən orqanlarını bağışlasalar, bir çox bugünkü gündə gənc xəstə olan gənclər qurtula bilər. Dünyada ildə təxminən 150-160 min orqan transplantasiyası həyata keçirilir. Bu rəqəm orqan köçürülməsinə ehtiyacı olan insanların cəmi 10%-ni təşkil edir. Ona görə də orqana ehtiyacı olanların 90%-i həyatını itirir. Orqan transplantasiyası önəmli olduğu qədər də çətindir. Məsələn, Türkiyədə belə bir mərkəz yarandıqdan sonra meyit donordan orqan transplantasiyasına 30 ildən sonra başlanılıb. Dünyada bu sahədə birinci olan İspaniyada isə ilk meyit donordan orqan köçürülməsi 10 ildən sonra həyata keçirilib. Azərbaycan isə cəmi 2 il ərzində bu uğura imza atıb.